Salam əziz insanlar, Həqiqətin Özü adlı kanala xoş gəldiniz. Bu dəfə bu qısa videoda sizə uşaqların edə biləcəyi və uşaqlara gələcəkdə fərqindəliyini artıracaq, onları təkamül səviyyəsində yüksəldəcək, təkamül mərtəbəsində yüksəldəcək, onlara yaxşı zəka verəcək, onları normal psixikaya sahib olacaq insana çevirəcək praktikalardan danışacağım. Bu qısa, balaca praktikalardır. Həmçində bu video özü çox qısa bir video olacaq ki, uşaqlar əgər bu praktikalardan istifadə etsələr, ta kiçik yaşlarından, o zaman yeniyetməlik dövrünün verdiyi əzab, əziyyətdən rahatlıqla keçəcəklər və 20'li yaşlarda biz travmalı psixologiyaya sahib olan insanlardan daha üstün, daha mənəviyyatlı, daha belə deyim də daha fərqli birilərinə çevriləcəklər. Georgi Gurcev adında birisi var idi. Qarabağ ətrafında yaşayan bir mistik idi. 19-cu əsrdə yaşayırdı, ailəsi ilə bir yerdə. Onun misal çəkərək deyəcəm. Onun misalında sizə bu praktikaları başa salacağım. Deməli, onun 9 yaşı var idi, onun nənəsi rəhmətə gedirdi. Nənəsi onu yanına çağırdı, dedi ki, Georgi, sən heç vaxt, belə deyək də, mən sənə elə bir şey deyəcəm ki, sən gərək buna riayət eləyəsən və mənə söz verəsən ki, nə baş verirsə versin, harda olursan ol, sən hər zaman mənim dediyim, mənə verdiyim bu sözə riayət eləyəcəksən. Balaca Georgi də nənəsi ölürdü deyə artıq o dünyaya köçməyə hazırlaşırdı deyə dedi ki, yaxşı nənə, mən sənin dediklərini ömrümün sonuna qədər eləyəcəm. Onun nənəsi ona qayıtdı, dedi ki, sən gərək heç vaxt hamı kimi hərəkət eləməyəsən. Ancaq özün bildiyin kimi hərəkət eləyəsən. Özün necə bacarırsansa, özün necə görürsənsə elə hərəkət eləyəsən. Başqalarına bənzəməyə çalışma. Hər hansı bir balaca hərəkətdə belə, balaca bir işdə belə özün ol, özün bildiyin kimi hərəkət elə və öz hərəkətini, öz düşüncəni özündən yarat. Digərlərini yamsılamağa çalışma. Digərlərini kopyalamağa çalışma. Digərləri yaxşı bildi, yaxşı düz elədi, yaxud da ki, digərlərinin elədiyini eləyərək bir şeyə nail olacağım, onlar məni tərifləyəcəklər deyə düşünmə. O zaman balaca Georgi dedi ki, yaxşı nənə, sənin dediyini eləyəcəm. Deməli, bunlar nənə rəhmətə gedir, bunlar gedirlər nənəni bastırmağa. Nənəni bastıranda hamı ağlayır, göz yaşı tökür. Georgi Gurcev isə gülür. Hamı deyir ki, yəqin bu uşağın başı işləmir. Amma bu praktika vasitəsilə o özünü cilovladı və ömrü boyu bir çox uğurlara imza atdı və özünü dərk elədi, həm də ki, gənc yaşlarında da böyük bir enerjiyə, gücə, qüvvətə sahib birisinə çevrildi və həyatda istədiyi hər bir şeyə nail oldu, arzularına da çatdı, xoşbəxt bir ömür sürdü. Başa düşürsünüz? Çünki heç kəsi yamsılamadı. Özü necə bilirdisə elə hərəkət elədi. Və nənəsinin dediyi kimi ömrü boyu heç kəsin, hamı necə hərəkət eləyirdisə o da elə hərəkət eləmirdi. Belə bir söz var, hamı da özünü damdan atacaq, sən də atacaqsan. İndi biz bunu təkrarlayırıq, amma özümüz şuursuz olaraq digərləri necə hərəkət eləyirsə elə də hərəkət eləyirik. Özümüz kimisə kopyalamağı sevirik. Məsələn, kimsə hamı başını aşağı salırsa, biz də başımızı aşağı salırıq. Yəni, sosial eksperimentlər var ki, biz bir-birimizi toplumda, mühitdə, başqa yerlərdə yamsılamağı xoşlayırıq. İkinci praktika, bu daha vacib bir praktikadır. O nədən ibarətdir? Ondan ibarətdir ki, babası Georgi Gurcev, babası rəhmətə gedəndə Georgi Gurcevə dedi ki, bax, mən sənə bir tapşırıq verəcəm, sən də necə ki, nənənin sözünə riayət elədinsə, indi bundan sonra da mənim dediyim bu sözə ömrü boyu riayət eləyəcəksən. Yəni, bir müddət olsa da riayət etməli olacaqsan. Day demirəm, ömrü boyu elə, amma eləməlisən bunu. Yəni, mənə söz versin. Dedi ki, yaxşı bir iş eləyəndə, yaxşı bir iş eləmək niyyəti olanda səndə mərhəmət, şəfqət hiss eləyən kimi onu anındaca elə.
Yaxşı bir şey eləmək istəyirsənsə, onu anındaca elə. Yox, əgər pis bir şey eləmək istəyirsənsə, kimdənsə qisas almaq istəyirsənsə, kimisə söymək istəyirsənsə, kimisə vurmaq istəyirsənsə, kimisə incitmək istəyirsənsə, kimsə sənə pislik elədisə, onun cavabını vermək istəyirsənsə, kimsə səni itələdisə, nəsə elədisə, onun cavabını vermək istəyirsənsə, 24 saat gözlə. Ondan sonra ged istəyirsən, nə edirsən elə. Günlərin bir günü Qurjev, bu babası rəhmətə getdi və ona verdiyi bu söz yadındaydı deyə uşaqların biri ilə dalaşırdı. Dalaşdığı zaman uşaq bundan güclü olur deyə yumruğu ilə onun ağzına vurur. Qurjevin də dişi düşür. Qurjev çox qəzəblənir, özündən çıxır. Qərara gəlir ki, hardasa bir 12-11 yaşı var idi. Qərara gəlir ki, həmin uşağı vuracam, öldürəcəm. Amma babasına verdiyi söz yadına düşür deyə Qurjev deyir ki, yox, mən bu insanı vurub öldürmək istəyirəm deyə, onu it kimi çırpmaq istəyirəm deyə, bu pis bir şeydir deyə 24 saat səbr eləyəcəm. Qurjev gedir evinə, başlayır 24 saat səbr eləməyə. 24 saata onun kini, nifrəti, acığı düşür aşağı. Ondan sonra o gedir həmin ona yumruq vuran uşaqla normal şəkildə ünsiyyətini aparır və o uşaq ona deyir ki, bağışla, mən səhv elədim, bilməmişəm, böyük qələt eləmişəm, mənim səhvim olub, məni bağışla. Bax, bu 24 saat, yəni yaxşılıq eləmək istəyirsənsə, anındaca elə, mərhəmət göstərirsənsə, anındaca göstər, pis, yaxşı bir şeydirsə, onu anındaca de, yaxşı fikirdirsə, onu anındaca de, pis bir şeydirsə, 24 saat səbr elə, ondan sonra bunu gör, eləyə biləcəksənmi ya yox? Bax, bu praktika insanda səbir yaradır və kini, küdurəti, acığı, nifrəti bunu oxşar enerjilərin hamısının aşağı düşməsinə səbəbkar olur və bu praktika vasitəsilə Georgi Qurjev özündə mükəmməl, belə deyim də, bir kristallaşma yarattı. Bax, bu iki praktika bir yerdə insanın özündə bir kristallaşma yaradır. Yəni artıq o kinlə, qəzəblə, yeniyetməlik dövründə qazandığı pis xüsusiyyətlə hərəkət eləmirdi. O başa düşürdü ki, səbirli olmaq mənə bir güc verir, məni böyüdür. Və bu iki praktika onun zehninin orijinal olmasına və digərlərindən fərqlənməsinə və digərlərindən daha üstün, daha artıq olmasına gətirib çıxardır. Təsəvvür edirsiniz? Çünki o öz bildiyi kimi hərəkət edir, digərlərini yansılamır, bu bir. İkincisi də ki, yaxşı bir iş görmək istəyən kimi anındaca eləyir. Pis bir şey eləmək istəyirsə, özü-özünə deyir ki, mən babama söz vermişəm, 24 saat səbr eləyir, ondan sonra eləyir. 24 saat ərzində kin də, nifrət də, acıq da, şəhvət də, siqaret çəkmək istəyi də, araq içmək istəyi də, nə bilim, o pornoqrafiyaya baxmaq istəyi də və s. və s. və s. şirniyyat yemək istəyi də hamısı düşür aşağı. Çünki insan səbirli olmağı, səbr etməyi öyrənir. Və beləcə başqa birisinə çevrilirsən. Özündən daha üstün, fərqindəlik daha artıq birisinə çevrilirsən. Başa düşürsünüz? O bu praktikaları 8-9 yaşından, uşaqlıqdan eləyirdi deyə daha fərqli birisinə çevrildi. Ona görə də uşaqlar da bu praktikanı eləyərək daha üstün birisinə çevrilə bilər və normal psixikaya sahib ola bilərlər. Yoxsa müasir insanların hamısında telefondan və s. şeylərdən gələn pis enerjilər var, fərqli şeylər var. Məsələn, qorxu filmlərinə və s. şeylərə də baxmaq olmaz. Belə xırda praktikaya gəlib çıxsaq, o nədir? Məsələn, biz uşağa deyirik ki, məsələn də, sən özünə denən, mən xoşbəxtəm. Bunu necə hiss eləyirsən? Bunu özündə necə təsəvvür eləyirsən? Bu səndə necə bir enerji yaradır? Başa düşdünüz? Bu sözü uşaq deyir və bunun onun üçün nə demək olduğunu anlamağa çalışır. Sonra məsələn, məktəbdə verilən tapşırıqların o qədər də əhəmiyyəti yoxdur. IQ tapşırıqları, IQ testləri onun zehninin biraz, necə deyim, artmasına səbəbkar olur. Sonra
hansısa bir əşyanı qoyur uşaq və ən azından bir 5 dəqiqə, 10 dəqiqə dayanmadan onu seyr eləyir, müşahidə eləyir. Yaxud da ki, uşağa deyirsiniz ki, buludu seyr eləyə bilərsən, ağacı seyr eləyə bilərsən. Yaxud da ki, uşağı yaxınlaşdırırsınız çayın yanına, axan çayın yanına. Deyirsiniz ki, bax bunu seyr elə. Ki, ay bala, bax, görsən bu çay necə axır. Sənin içində də elə eyni ona oxşar bir proses baş verir. Hər şey axır gedir. Hər şeyin axıb getməsinə icazə ver. Heç nəyi öz içində tutub saxlama və çalış ki, həyatda heç nəyə ciddi yanaşma. Sonra belə deyək də, uşaq oturur və vizualizasiya etməyi öyrənir. Siz ona deyirsiniz ki, otur, gözlərini bağla və məsələn hansısa obyekti, tısbağa olsun, quş olsun, pişik olsun, onu vizualizasiya etməyə çalış. Bax, bu vizualizasiya etmək qabiliyyəti də ona gələcəkdə köməklik eləyəcək. Onun konsentrasiyasını, xəyal qurma bacarığını artıracaq və onun digərlərindən fərqlənməsinə səbəb olacaq. Başa düşdünüz? Ən vacibi də odur ki, o səbirli olmağı öyrənsin. Bax, o səbirli olmağı öyrənəndə kin, küdurət və s. negativ olan xüsusiyyətlər, enerjilər hamısı aşağı düşəcək və o kristallaşmadan keçəcək, təmizlənəcək. Ondan sonra bu praktikaları uzun müddət eləyəndən sonra artıq 20'li yaşlarda gözəl bir gəncə çevriləcək, gənc insana çevriləcək. Və travmalardan, acıdan, ağrıdan, depressiyadan əziyyət çəkən birisinə çevrilməyəcək. Həmçinin də o öz bildiyi ilə hərəkət eləyəcək. Öz içindəki özünü biruzə verəcək, özünü göstərəcək, öz bildiyi kimi hərəkət eləyəcək və bu da onun gələcəkdə unikal bir həyat yolu ilə hərəkət etməsinə köməklik edəcək. Başa düşdünüz? Ən əsası bax bu səbirdir, o biri praktikada vizualizasiyadır. Uşaq gözlərini bağlayır, vizualizasiya etməyə çalışır. Məsələn, 5 yaşında, 6 yaşında uşaq deyir, gözünüzü bağla, pişik vizualizasiya ilə, nə bilim, kubik vizualizasiya ilə qoy, o vizuallaşdırma qabiliyyətinə sahib olsun. Başa düşdünüz? Sonra bunu dediyim, müşahidə etməyi öyrənsin, balaca obyektləri qoysun qarşısına, ən azı 5 dəqiqə, 10 dəqiqə onları seyr etməyi öyrənsin, baxsın belə diqqətlə onlara baxsın, diqqətini cəmləməyi öyrənsin. Çünki ona baxanda həm diqqətini cəmləməyə, konsentrasiyada olmağı öyrənəcək. Və bu balaca xırda praktikalar onun daxilən böyümə potensialının yaranılmasına köməklik edəcək və bu uşaq 20'li yaşlarda başqa daha üstün birisinə çevriləcək. O həqiqətləri dərk eləyəcək. O özünü dərk eləməyə çalışacaq. O zirzibilin içində olmayacaq. Başa düşdünüz? Yaranan, ora-bura onu cırıb aparan həvəslər, arzular onu məhv eləməyəcək. Çünki o artıq öz içində kristallaşmadan keçəcək və öz mərkəzini yaradacaq. Təəssüf ki, biz indi güya böyümüş insanlar bu mərkəzi yarada bilməmişik. Onu yaratmaq üçün səbirli olmaq lazımdır. Konsentrasiyanı, vizualizasiyanı, diqqəti cəmləməyi, müşahidə etməyi, buraxmağı öyrənmək lazımdır. Başa düşdünüz? Bax, bu kiçik xırda praktikaları uşaqlara öyrətsəz, onlar daha üstün varlıqlara çevriləcəklər. Yoxsa belə onları daxilən həvəsləri, istəkləri, şəhvətləri, arzuları, belə deyək də, egoizmi, nəfsləri cıracaq. Ora aparacaq, bura aparacaq, ora süründürəcək, bura süründürəcək və sizin qadağalarınız da heç bir işə yaramayacaq. Örtbasdır edəcəksiniz, elə örtbasdır ediləcək, sonra bir müddət sonra partlayacaq, hər şey çıxacaq ortaya. Ona görə uşaq vizualizasiya etməyi, konsentrasiyada olmağı, diqqəti cəmləməyi, əşyada, hansısa bir əşyada diqqəti cəmləməyi, müşahidə etməyi, buludları, axan çayı, ağacları, canlıları, otu və s. müşahidə etməyi, seyr etməyi bacarmalıdır. Daxilən
müəyyən sözləri özünə deyib bu sözlərin anlamını qavramağı bacarmalıdır. Qeyd elədimi? Mən xoşbəxtəm. Uşağa deyirsiniz ki, mən xoşbəxtəm de və içində nə hiss eləyirsən, bunu necə keçirdirsən, bunun sənin üçün nə anlam daşıdığını özün üçün anlamağa çalış. Bu da ona görəcəksiniz ki, çox böyük bir köməklik edəcək. Bu qədər. Ümid edirəm ki, bu video kimlərəsə köməklik edəcək. Ən azından elə eləyək ki, bizdən sonra gələnlər bizim kimi depressiyada, başdan xarablıqda, dəlixanada yaşamasınlar ki, onları daxilən Carl Gustav Jung'un dediyi kimi kölgəli tərəfləri öldürməsin, məhv eləməsin. Bu qədər. Sağ olun ki, videoya baxdınız. Şərh yazmağı, videonu paylaşmağı və ona lazım olan insanlara çatdırmağı unutmayın. Çox sağ olun ki, baxdınız. Təşəkkür edirəm. Sağ olun.